bir qadının yumurtalıqda olan yumurta hüceyrələrinin sayını və keyfiyyətini təyin edən yumurtalıq rezervidir. Yumurtalıq rezervi ümumiyyətcə reproduktiv yaşda olan hər bir qadın üçün önəmli sayılan testlərdən biridir. Çünki yumurtalıq rezervi qadının doğurganlığını, onun döl vermə qabiliyyətini göstərən bir testdir. Bəs hansı hallarda yumurtalıq rezervi azalır? Bu əsasən yaşla bağlıdır. Yaş artdıkça əsasən də 35 yaşın üzərinə yumurtalıq rezervimiz aşağı düşməyə başlayır. İkinci yerdə isə qarın boşluğunda, kiçik çanaqda əsasən aparılan əməliyyatlardır. Bəli, bu əməliyyatlar yumurtalıq üzərində və yaxud da kiçik çanaqda aparıldığı təqdirdə yumurtalıq rezervi aşağı düşə bilər. Əsasən də kista əməliyyatlarından sonra. Digər faktorlardan biri də radyoterapiya, kimyoterapiya alan qadınlarda da yumurtalıq rezervi aşağı düşə bilər. Stres, yorğunluq, aşırı çəki almaq da həmçinin yumurtalıq rezervini azaldan səbəblərdən biridir. Biz yumurtalıq rezervini qan təhlilində əsasən AMH hormonu kimi təyin edirik, lakin tək antimüllerian hormon yumurtalıq rezervini təyin etməz. Bununla bərabər digər hormonlara da baxırıq. Reproduktiv yaşda olan hər bir qadın üçün yumurtalıq rezervi çox önəmlidir. Əsasən də üzümü tuturam 35 yaş üzəri olan xanımlara. Əgər siz hələ də ana deyilsinizsə, mütləq şəkildə yumurtalıq rezervinizi nəzarətdə saxlayın. Yumurtalıq rezervini nə ilə yaxşılaşdırmaq olur? Əlbəttə ki, burada ilk öncə hormonal balansı yerində saxlamaq, düzgün həyat tərzi, düzgün qidalanma, stres faktorlardan uzaq olmaq və yuxu rejiminə diqqət etmək. Bəli, bunlar bizim yumurtalıq rezervimizi azalmağa qoymayan faktorlardır.